Bu xəstəlik daha çox gənc yaşlarda təsadüf edir. 16 yaşından 35 yaşına qədər olan insanlarda olur. Biz necə bilə bilərik ki, pasientdə bu xəstəlik var? Büzdüm nahiyəsində, yəni oturaq nahiyədə dəliklər əmələ gəlir, tüklər çıxmağa başlayır həmin dəliklərdən və kəskin ağrılar başlayır. Artıq xırda dəliklərdən iri nifraz olunmağa başlayır və pasient ağrı ilə həkimə müraciət edir. Büzdümün nahiyəsində ağrı var, fistula dəlikləri var, yəni büzdümün dermoid sisti deyirik, büzdümün epitelial xod xəstəliyindən əziyyət çəkir. Əvvəllər biz bu pasientləri açıq əməliyyat edirdik, yəni tikişli olurdu, xəstələr 2 ay əziyyət çəkməyə məcburiyyətində qalırdılar. Hal-hazırda Biolitech firmasının lazer texnologiyası ilə çox asanlıqla 2 dəlikdən bu əməliyyatı icra etmək mümkündür. Pasient bir gün xəstəxanamızda qalır, səhərsi gün evə buraxılır və normal iş fəaliyyətinə dərhal qayıda bilir. Əməliyyatdan sonra heç bir ağrı yoxdur, sadəcə həftədə bir dəfə kontrola gəlirlər.